Salam, xoş gördük dostlar. Deməli, ədalət elə bir gözəl anlayışdır, elə bir gözəl qavramdır ki, bu işi hər kim görsə bəyənilən bir işdir. Hər kim ədalətsizlik etsə, bu istər yaxşı insan olsun, istər pis insan olsun, bəyənilən bir şey deyil. Hansısa idman yarışında bildiyim qədər Azərbaycan idmançılarına qarşı ədalətsizlik edilib. Görün, dünyanın nə zamanına gəlib çıxmışıq ki, İlham Əliyev kimi bir insan, İlham Əliyev kimi qəddar, zalım, qan içən biri çıxıb haqsızlıqdan, ədalətsizlikdən danışır. Təbii ki, mən bizim idmançılarımıza qarşı edilən haqsızlıqlara görə, ədalətsizliklərə görə qarşı tərəfi qınayıram, bu öz yerində. Amma İlham Əliyevin çıxıb ədalətsizlikdən danışması, bu doğrudan da çox gülünc bir məsələdir. İlham Əliyevin ədalətsizlikdən danışması Azərbaycan xalqını ələ salmaqdır. İlham Əliyev, Azərbaycanda sən və sənin məmurların minlərlə insana qarşı, minlərlə cavana qarşı, gəncə qarşı, minlərlə iş adamına qarşı, sahibkarlara qarşı, dindarlara qarşı və vəkillərə qarşı ədalətsizliklər eləyirlər. Minlərlə günahsız şərlənən insanlar var bu saat Azərbaycanın türmələrində. Sənin gözün kördür, bütün bunları görmürsən, amma hər hansı bir idmançıya qarşı nəsə bir ədalətsizlik eləyəndə utanmadan, ölmədən çıxıb bundan danışırsan. Sən ilk öncə öz əməllərinə nəzər sal. Azərbaycan xalqının başına gətirdiyi müsibətlərə bir nəzər sal. Sən gör, Azərbaycan xalqına qarşı doğrudan da ədalətlə rəftar eləyə bilirsən, yoxsa eləyə bilmirsən. Əgər sən ədalətsiz birisənsə, sənin çıxıb ədalətdən danışmağın Azərbaycan xalqını, Azərbaycan xalqının düşünən təbəqəsini ələ salmaqdır. Sən get özünü ələ sal. İlham Əliyev, sən Azərbaycan xalqının düşünən ziyalılarını, düşünən gənclərini, ayıq insanlarını aldada bilməzsən.